Balakəndə şəhərə yaxın münasib qiymətə torpaq axtaranlar. Məncə bu video tam sizlikdir. Aylardır çox adamdan eyni sözü eşidirəm. Şəhərə yaxın 4 sot torpaq tapa bilmirik. Bu gün isə gəlib baxdığımız yer məhz həmin axtarılan torpaqlardan biridir. Hazırda Balakən rayonu Qabaqçöl vağzalına yaxın hissəsindəyik. Ərazi həm yerləşməsi, həm rahatlığına, həm də gələcək üçün potensialına görə diqqət çəkir. Torpaq ümumilikdə 4 sotdur və ən maraqlı tərəflərdən biri isə budur ki, 3 yolun kəsişməsində yerləşir. Yəni, həm giriş-çıxışı rahatdır, həm də gələcəkdə dəyər qazanacaq nöqtələrdən biri hesab olunur. Ətrafına baxanda elə hiss olunur ki, bu ərazi artıq formalaşmış yaşayış zonasıdır. Yeni tikilən evlər, sakit mühit, ən əsası isə mehriban qonşuluq insanın diqqətini çəkir. Torpağın sahibi isə bu torpağı satarkən bir növ özünə yaxşı qonşu axtardığını deyir. Bütün kommunal xətlər də mövcuddur. Qaz, su, işıq, internet xətti daimidir. Yəni, burada ev tikmək istəyən adam əlavə böyük problemlərlə qarşılaşmır. Bir detal da xoşuma gəldi. Torpağın içərisində artıq meyvə ağacları da var. Yəni ərazi tam boş və ruhsuz görünmür. Özünə uyğun ab-havası var. Məncə bu torpaq həm şəhərə yaxın yaşamaq istəyənlər, həm də gələcək üçün yaxşı yatırım düşünənlər üçün maraqlı variantdır. Ən yaxşısı isə gəlib yerində baxmaqdır. Çünki bəzi yerlər videoda gözəl görünür, bəzi yerlər isə canlı baxanda adamın daha çox xoşuna gəlir. Məncə bura ikinci variantdır. Əgər torpaq maraqlıdırsa, aşağıdakı əlaqə nömrəsi əlaqə saxlayıb yerində baxış həyata keçirə bilərsiniz. Torpağın bir sotu isə 5000 manata təklif olunur. Real alıcı ilə mütləq indirim olunacaq. Və bir şey də qeyd edin. Əgər sizin də satmaq istədiyiniz ev, torpaq və ya obyekt varsa, onu daha fərqli və diqqət çəkən təqdimatla insanlara çatdırmaq üçün bizə müraciət edə bilərsiniz. Əgər video xoşunuza gəldisə, videonu bəyənməyi, kanala abunə olmağı və fikirlərinizi şərhdə yazmağı unutmayın.